Salamlar vaxtınız xeyir olsun. Biz bugün 7-ci iş dəftərindən bölmə 6.1 əhalinin artımı və yaşayış məntəqələri mövzusunun çalışmalarına baxacağıq. Gəlin başlamadan birinci çalışmaya baxaq. Rəhbər əhali fondu 2023-cü ilin hesabatına dair fikirlərini A şəklinin arasındakı uyğunluğu iki cümlə ilə ifadə edin. Birincini qeyd edə bilərik ki, əhalinin tələb artım problemləri demişdik, hansı problemlər yaradır? Təbii sərvətlərin tükənməsinə, sonra ekoloji şəraitdə, ondan sonra yaradır hərbi münaqişələrə gətirib çıxardır. İkinci isə əhalinin təbii artımının azalması, təbii artımın azalması isə işçi qüvvəsinin azalmasına, sonra pandemiyaların yayılmasına, əhalinin qocalmasına gətirib çıxarda bilər. Sonra baxaq, deyir ki, ikiyə baxaq, deyir əhalinin dəyişməsilə suallar cavablanır. Əhalinin artması nəticələnə bilər. Bu elə birinci sualla eyni cavabı. Demişdik ki, əhalinin artımı nə ola bilər? Səbəbləri nə ola bilər? Təbii ehtiyatların tükənməsi, hərbi münaqişələr, sonra hərbi münaqişələr, ekoloji problemlər gətirə bilər. Əhalinin sayının azalması nəticələnə bilər. İnsan kapitalının azalması, işçi qüvvəsinin azalması, əhalinin qocalması kimi problemlər gətirib çıxarda bilər. Azala bilər, gətirib çıxarda bilər. Sonra baxaq, Hindistan və Çin əhali artım göstəricinə qrafik əsasında sualları cavablandırın. Baxın, bu qrafikdir. Göy Çin, qırmızı Hindistandır. Neçənci illər arasında hər iki ölkə əhalisi demək olar ki, eyni dərəcədə artmışdır. Fikir verirsinizsə, baxın, bu hissə var. 2002-ci ildə əhalinin tələbi artımı demək olar ki, hər ölkədə eyni artmışdır. Sonra neçənci ildə hər iki ölkənin sayı bərabərləşdi. Fikir verirsiniz, 2002-ci ildə əhalinin sayı demək olar ki, bərabərləşdi. Əgər təbii artım qrafiki göstərildiyi kimi davam edərsə, bu ölkələrin əhali sayı necə dəyişdiyini yazın. Yəni, Hindistan əhalisi daha sürətlə artacaq, Çin əhalisi isə azalmağa doğru gedəcək. Daha sonra 4-ə baxaq, Çin əhalinin sayı artmasına bağlı gördüyü tədbirlər və ona nəticələr verilmişdir. Doğru və yanlış ifadələr müəyyən edin. Yanlışların qarşısına X, doğruların qarşısına quş işarəsi qoyacaq. Hər ailədə yalnız 2 uşaq olmalıdır. Xeyr, bu səhvdir. Yalnız 1 uşaq olmalıdır. Ona görə bura X qoyacaq. Tək uşaqlı ailələr dövlət diqqət ayırmır. Xeyr, diqqət ayırır. Ona görə burada X qoyacaq. Dövlət ailə qurmağa 21 yaşdan sonra icazə verdi. Bəli, bu doğrudur. Azərbaycanda bu 18 yaşdır. Çin dövlət BMT-nin dəstəyi olmadan əhalinin tənzimləməyə müvəffəq oldu. Xeyr, BMT-nin dəstəyi ilə buna müvəffəq oldu. Ona görə bu yanlışdır. Sonra Çində əhalinin artımı tənzimləmə prosesi 2000-ci ildən etibarən nəticə verməyə başladı. Bəli, bu doğrudur. 2000-ci ildən etibarən əhalinin təbii artımı aşağı düşdü və stabilləşməyə başladı. Çin əhalisinin təbii artımı 2002-ci ildə artıq mənfi göstəricisi ilə azalmağa başlamışdır. Bəli, bu doğrudur. Demişdik ki, 850 min nəfər əhali azalmışdır. Dərsimiz bu qədər uşaqlar. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşəndə hələlik.